Əziz müəllimlər, mən Günel Əliyeva bu gündən etibarən sizə müsahibə ilə bağlı video izahlar təqdim edəcəm. Deməli, müsahibədən uğurla keçmək üçün hansı qaydaları bilmək lazımdır? Ən əsas məsələ özünə inamdır. Yəni birinci növbədə müsahibəyə gedərkən, müsahibədə iştirak edərkən özünə inamlı olmağınız vacibdir. Yəni insan özünə inanarsa, bunu təbii ki, bədən dili vasitəsilə də göstərəcək, bədən dili ilə ifadə edəcək. Yəni özünə inamlı olan insanın danışdığı hər bir kəlmə diqqətlə dinlənilə bilər. Yəni ona görə də birinci növbədə özünə inam nümayiş etdirmək lazımdır, bunu göstərmək, təqdim etmək lazımdır. Həmçinin burada deməli müsbət təsir göstərmək. Yəni elə bir təəssürat yaratmalısan ki, səni dinləyənlər maraqla dinləsinlər. Yəni sən insanları ələ ala biləsən, deməli səni dinləyənlərin maraq dairəsində olasan, maraq yaratmış olasan. Deməli, müsahibədə önəmli faktorlardan biri nə oldu? Özünə inam, yəni özünə inamlı olmağın, bədən dilini düzgün idarə etmək, düzgün ifadə etmək, yəni bədən dili vasitəsilə o özünə inamlı göstərmək. Həmçinin deməli digər faktorlar, digər məqamlardan biri səmimiyyət faktorudur. Bəzən deməli elə insanlar olur ki, müsahibədə iştirak edən namizədlər səmimi olmurlar. Yəni ürəyindən keçən cavabları vermirlər. Bu da təbii ki, deməli müsahibədən kəsilməyə səbəb ola bilər, uğursuzluğa səbəb ola bilər. Yəni səmimiyyət faktoru olmalıdır. Səmimiliyinizi qoruyub saxlamağa çalışın. Deməli gülümsəmək faktoru, yəni gülümsəmək çox önəmlidir. Deməli insan danışarkən gülümsəyəndə, yəni təbii ki danışığının, fikirlərinin, sözlərinin məntiqinə uyğun olaraq yerli yerində əgər gülümsəməli məqam varsa, gülümsəyirsənsə, səmimiyyəti göstərirsənsə, bu da xoş təəssürat yarada bilər. Bir də bəzən elə namizədlər olur ki, dünya görüşləri çoxdur, bütün sualları hətta bilirlər, amma özlərini ifadə edə bilmirlər. Yəni ona görə də özünü ifadə etmək çox vacib məqamlardan biridir. Özünüzü düzgün ifadə etməyə çalışın, fikirlərinizi düzgün ifadə etməyə çalışın. Nitq mədəniyyəti, baxın, yəni müsahibə hazırlığına qoşulanlar ən çox nitq mədəniyyəti ilə bağlı deməli fikir, nitq mədəniyyəti ilə bağlı fikir, məlumat əldə etmək istəyirlər. Yəni düşünürlər ki, nitq mədəniyyəti nədir? Bu suallar, yəni nitq mədəniyyətimizi biz orada necə göstərək, necə təqdim edək ki, deməli ekspertlər düşünsünlər ki, bizim nitqimiz gözəldir, səlisdir, aydındır. Yəni nitq mədəniyyəti özü deməli hər kəsdən tələb olunur. Hər bir kəs çalışmalıdır ki, nitqin dəqiqliyinə, düzgünlüyə və ifadəliliyinə əməl etsin. Siz də müsahibədə çalışın ki, nitqinizin deməli həm düzgünlüyünü göstərəsiniz, həm nitqiniz düzgün olsun, həm dəqiq, həm ifadəli. Bu nə deməkdir? Bunu mən deyim. Bax, ədəbiyyat müəllimləri, Azərbaycan dili ədəbiyyat müəllimləri bunu təbii ki, yaxşı bilərlər. Deməli, nitqin düzgünlüyü sözlərin düzgün işlədilməsidir. Yəni burada fonetik normanın, orfoqrafik və orfoepik normanın tələblərinin gözlənilməsindən söhbət gedir. İndi bunu sadə dillə desək, düzgün danışmaq, indi şifahi olaraq müsahibədə əgər şifahidirsə, biz sözlərin düzgün yəni formada çatdırılmasına, tələffüz qaydalarına riayət etməliyik. Məsəl üçün, bundan yox, bundan deyilməlidir. Məndən yox, məndən. Bu bir-iki nümunədir ki, sadəcə olaraq bunu deyirəm. Sonra nitqin deməli dəqiqliyi. Nitqin dəqiqliyi məsələsi var ki, məsəl üçün mən deyirəm ki, tutaq ki, məktəbə gedirəm. Məktəbdən, yəni şagird deyək də, şagird məktəbə gedir. Məktəbdən gələndə onun deməli kimsə qonşu soruşur ki, hardan gəlirsən? O deyir ki, dərsdən gəlirəm. Bu dərsdən gəlirəm düzgündür, amma dəqiq deyil. Dəqiq odur ki, o məktəbdən gəlir. Yəni bu məqamlar var. İndi bunu daha geniş leksika mövzusunda mən leksika yox da doğrusu nitq mədəniyyəti ilə bağlı video izahlarım var, orada təqdim etmişəm. İndi burada müəyyən bir hissəni olaraq deyirəm ki, nitqin yəni dəqiqliyi budur. Bir də nitqin ifadəliliyi. Nitqin ifadəliliyi də sözlərin yerli yerində, sözlərin daha doğrusu obrazlı, emosional işlədilməsidir. Yəni bu şairlərin, yazıçıların nitqi. Bu nitqin ifadəliliyi mən deyərdim, bu çox önəmlidir. Mən həmişə qeyd edirəm ki, deməli elmi və bədii üslubları birləşdirərək danışın. Məsələn, mən bir kitabım vardı kurikulumla bağlı.
o kitab elmi və bədii üslubları birləşdirən bir kitabdır. Yəni ona görə də çox anlaşılırdı. Deməli, elmi və bədii üslubları birləşdirərək danışmaq da çox önəmli faktorlardan biridir. Yəni düzgün anlaşılmaq, həmçinin müsahibədən uğurla keçmək istəyirsinizsə, o zaman çalışın ki, həm obrazlı danışın, təsirli danışın, düşündürücü danışın. Belə videoların davamlı olmağını istəyirsinizsə, həmçinin canlı olaraq izahlar təqdim etməyimi istəyirsinizsə, o zaman nə edirsiniz? Bu videonu bəyənirsiniz, paylaşırsınız və növbəti videoları gözləyirsiniz. Təşəkkürlər.